Hər kəs salamlayıram. Bax, arıqlamaq istəyirsənsə bu hərəkəti elə və s. Yox, dostlar, belə bir şey yoxdur, hamısı mifdir. Düşünməyin ki, yox, mən üzr istəyirəm, küftə bozbaş kimi gəlim bunu belə eləyim. Elə bir şey yoxdur. Sən yeməyə fikir verirsənsə, yəni təbii ki, bunu da eləyirsənsə və kardio eləyirsənsə, onda olacaq. Yenə mən izah edirəm ki, qadınlarda şikayət elədiyin hansıdır? Ayaq hissəsi, mən necə arıqlayım tək ayağımı. Elə bir şey yoxdur. Keçdiyi əsas məsələ, yenə deyirəm, insan arıqlayanda ümumi arıqlayır. Və ondan da əlavə, sən bu hissələri arıqlatsan, yağın gedəcək, ayağın biədəb görsənəcək. Amma ki, bizə lazımdır ki, bu hissə arıqlayanda əzələ də inkişaf eləsin ki, ayaq yəni gözəl görsənsin, yəni fit görsənsin. Amma sırf ayağın yağlarını əridim, o necə olacaq? Yəni pis görsənir. Ona görə yeməyə fikir ver, bu hərəkətləri, yəni misal üçün budur, yəni və yaxud bax iç hissəsini işləyirsənsə budur və s. belə hərəkətlər. Amma yox, sən nə gəldi, mən eləyim onu. Elə şeylər yoxdur dostlar. Hər şey əziyyət tələb edir. 5 il, 6 il yedin, içdin, indi düşünürsən ki, belə eləməklə çıxıb gedəcək. Yox, depo yaratmasan, görəcəksən ki, yox, həqiqətən də elə formaya düşürsən. Hər kəsə uğurlar.